Necə körpəni qarnı üstə qoymaq lazımdır? Körpəni qarnı üstə qoymağa təxminən 1 aylığında başlayırıq. Əgər göbəkdə ciddi iltihab varsa, əvvəlcə həkimlə məsləhətləşin. 1 aydan tez qarnı üstə qoymaq lazım deyil və bunun heç bir mənası yoxdur. Çünki doğuşdan olan güclü reflekslər buna mane olacaq. Körpəni qarnı üstə qoymaq onun üçün çətin bir işdir, amma çox vacibdir. Onun əzələləri möhkəmlənməyə və işləməyə başlayır. Körpəni qarnı üstə qoymağa yeni başlayanda bunu yumşaq bir səthdə edin, 3 aya yaxınlaşanda isə artıq döşəmənin bərk səthinə keçmək olar. 1 aylıq körpə qarnı üstə hər dəfə bir neçə dəqiqə qala bilər və zaman keçdikcə bu müddət 10-15 dəqiqəyə qədər artacaq. Əgər körpəniz qarnı üstə olmağı çox sevmirsə, bu üsulları yoxlayın, onu öz sinənizin üstünə qoyun. Belə qoyanda körpənin əllərini tutub onunla danışa bilərsiniz, körpənin qarşısına güzgü qoyun futbol topunun üstünə qoyun, belə səthdə uzanmaq daha asan olacaq, dizinizin üstünə qoyun və körpəni budaqda pələng pozasında gəzdirmək olar.